Növbəti sualımız 5-ci sualımızdır. 5-ci sualda düzbucaqlı paralelipipedin eni var, uzunluğu var, hündürlüyü var. Onun oturacaqdakı tillər uzunluqları cəmini tap deyir. Şagirdlər, gəlin bir dənə təsəvvür yaradaq burada. Bunun oturacaqdakı tilləri uzunluqları cəmi neçədir? Yəni nədir ümumiyyətlə oturacaqdakı tilləri? Şola, bunun oturacağındakı tilləri A, B, B. Yəni bir sözlə bunun deməli 6-cı suala baxırıq da biz. Oturacaqdakı tilləri uzunluqları cəmini istəyirsə, bizə oturacağın perimetri lazımdır. Yəni 2 vurulsun A üstəgəl B lazımdır. Yəni A ilə B-nin cəmini tapıb 2-yə vursaq biz oturacaqdakı tilləri uzunluqları cəmini tapmış olarıq. Paralelipipedin eni 3-dür, uzunluğu 4-dür, hündürlüyü də 7-dir. Burada 7-dir. Aha. O zaman 2 vurulsun. A ilə B-nin cəmi neçədir? N 2-dir, N 3-dür. Uzunluq da 4'tür. Bu da bərabərdir. 2'ni də vururam. 7 eləyir 14. Burada yəni bir şeyi nəzərinizə çatdırım ki, sizə bu 7'ni çaşdırmaq məqsədi ilə verib ki, uşaq bilsin ki, oturacağındakı tilləri hansılardır. Aha, 7-ci suala baxırıq. 7-ci sualda deyir, düzbucağı paralelipipedin uzunluğu n-indən yazırıq bura 7, uzunluq n, bir də hündürlük. Uzunluğu n-indən 3 cm, hündürlüyündən 2 cm böyükdür. Yaxşı. Uzunluğu n-indən 3 cm böyükdürsə, n-inə x götürsəm, uzunluğu olacaq x plus 3 və deyir ki, bu uzunluq hündürlüyündən 2 cm böyükdür. O zaman hündürlüyü də bərabərdir. Uzunluq çıxılsın 2, x plus 1. Bütün tillər uzunluqlar cəmi 40'dır. Bura 40 yazırıq. İndi toplayıram. Baxın, bunların hər birini toplasaq, bu, bir də bu. Toplasaq, olacaq nə? 3x üstəgəl 4 bərabərdir 40'a. 3x bərabərdir 40'dan çıxıram 4'ü eləyir 36. X da bərabərdir 36'nı bölürəm 3 eləyir 12. Yəni mən x'i tapdım. Bizdən istədiyi nədir? Bizə deyir ki, deməli 7-ci sualda da. Aha, bizə deyir ki, nəyi tapın? Ölçülərini tapın. Aha, uzunluqlar cəmini vermişdi bizə. Bunun ölçülərini tapın. Aha. Bir də uşaqlar, yox. Burada biz bunları toplayandan sonra bunu 4'ə bölməyik. Çünki bütün tillər uzunluqları cəmi 4 vur deməkdir. 4'ə bölməyik. Burada 10 olacaq. 10 olacaq. Ondan da 4 çıxanda 6 olacaq. Bunu diqqət eləmədik. Nəzərə almadı. Bunu nəzərə alaq. Bura olacaq 6. Bu da olacaq 6 bölünsün. O da bərabərdir 2. Deməli biz bunu götürmüşdük. N'ini götürmüşük 2. N bərabər 2. Uzunluq bərabərdir. Uzunluq enindən 3 cm uzun. 2 üstə gəlsin 3 bərabərdir 5. Və hündürlük də bundan 1 cm uzun. Hündürlük də bərabərdir. 2 üstə gəlsin 1. O da bərabərdir 3. Deməli cavabımız 2, 3, 5 olacaq. 2, 3, 5. 2, 3, 5. Belə. 8-ci sual. 8-ci sualda deyir, düzbucağı paralelipipedin eni uzunluğundan 1 cm uzundur. Yenə eyni qayda ilə gedirik. En uzunluğu, bu da hündürlük. Eni uzunluğundan 1 cm, hündürlüyündən 4 cm qısadır. Yəni uzunluğunu x götürsək, eni uzunluğundan 1 cm qısadır. X minus 1. Hündürlüyündən isə 4 cm qısadır. Yəni hündürlük bundan x minus 1'dən 4 cm uzundur. O da bərabərdir x plus 3. Belə də yaza bilərik şagirdlər. Bunu müxtəlif cür, x-i müxtəlif yerdə götürmək olar. Bir dəfə də başqa cür yazaq. En uzunluq hündürlük. Deməli, bu dəfə hündürlüyünü, deməli, enini x götürsəm, uzunluğu olacaq x plus 1 və hündürlüyündən 4 cm qısadır, x plus 4. Belə daha rahat oldu məncə. Gəlin baxaq. Və deyir, bütün tillər uzunluqlar cəmi 56'dır. Yəni bunların cəmini 4'ə vuranda 56 edir. O zaman mən 56'nı 4'ə bölsəm, bunların cəmi olacaq 14. Yəni x plus 1 plus x plus 4 bərabərdir 14'ə. 3 dənə x üstə gəlinsin 5 bərabərdir 14'ə. 3x bərabərdir 14 çıxılsın 5 bərabərdir 9. X da tapanda 9'u bölürük 3'ə, cavab eləyir 3. 3 indi nə oldu? Biz x'i 3 götürmüşdük. 3 qəbul eləmişdik. Deməli, şagirdlər 3 oldu bunun eni. Uzunluğu oldu 4. Hündürlüyü də oldu neçə? 3'ün üstünə 4 gələndə 7. Deməli, cavabımız oldu 8-ci sualda 3, 4, 7. Belə. Növbəti 9-cu sualımıza baxırıq. 9-cu sualımıza.
9-cu sualda nə deyir? Düzbucaqlı paralelipipedin eni uzunluğundan yenə eyni qayda ilə gedirik. En, uzunluq, hündürlük. 4-cü sinifin bir mövzusu var, bu ona oxşuyur. Deməli, eni uzunluğundan 5 sm, hündürlüyündən 3 sm qısadır. Yəni ən balacası burada endir də. Eni x götürsəm uzunluğundan 5 sm qısadır. Uzunluq bundan 5 sm böyük olacaq. Hündürlüyündən 3 sm qısadır. Hündürlük x plus 3 olacaq. Və bütün tilləri uzunluqlar cəmi 56-ya bərabərdir. Hər ikisində 56-dır, bəli. Yəni indi bunları toplayıram. Baxın, bunları toplayıram. Yazıram. 3x plus 8 bərabərdir 56 bölünsün 4. Niyə 4-ə bölürəm? Burada bir də sizə xatırlatma edeyim. Bütün tilləri, uzunluqları cəmi bərabərdir. 4 vurulsun A üstə B üstə C. Burada 4 vurulsun olduğuna görə mən burada 4-ə bölürəm ki, gedib rahat cavaba çıxa bilim. Aha. İndi buradan yazıram 3x bərabərdir. 56-nı 4-ə böləndə 14. 14 çıxılsın 8 eləyir 6x bərabərdir. 6 bölünsün 3 o da elədi 2. Yəni ölçülərindən biri oldu 2. Biri oldu 2 üstə 5 7. Biri də oldu 2 üstə 3 5. Bu 9-cu sualımız. Keçək 10-cu suala. Yenə də düzbucaqlı paralelipipedin eninin uzunluğun hündürlüyünü verib. En, uzunluq, hündürlük. Eni uzunluğundan 7 cm, hündürlüyündən 8 cm qısadır. Yəni ən balaca enidir. X uzunluğu oldu x plus 7, hündürlüyü oldu x plus 8 və onun bütün tillər uzunluqları cəmi 120'dir. Toplayıram 3x plus 15 bərabərdir 120 bölünsün 4. O da eləyir 30. 3x bərabərdir 30'dan 15 çıxanda 15 qalır. X da tapanda 15'i bölürəm 3'ə eləyir 5. Yəni mən bunun enini tapdım 5. Eni 5'dir. Uzunluğu 5 üstə gəl 7 12'dir. Hündürlüyü 5 üstə gəl 8 13'dür. Baxaq buradan 11-ci sualın həllinə. Düzbucaqlı paralelipipedi yenə də 11-ci sualda nə deyir? En, uzunluğu, hündürlüğü eyni tiplə gedir. Uzunluğu deyir, uzunluğu enindən 4 cm uzundur, hündürlüyündən 2 cm qısadır. Uzunluqdan gedir burada söhbət. Uzunluğunu x götürsək, hündürlüyünü x götürsək, bu hündürlüyündən 2 cm qısadsa x minus 2 olar və uzunluğu enindən 4 cm uzundur. Bu böyükdür. Bunu da tapmaq üçün x minus 2 minus 4, yəni x minus 6 yaza bilərik. Bir belə yaza bilərik. Bir də başqa cür görə necə baxırıq. En, uzunluq, hündürlük. Uzunluğunu x götürsək, bu dəfə x götürürük. Deyir, bunun hündürlüyündən 2 cm qısadır. Hündürlüyü x plus 2 və enindən 4 cm uzundur. Onda en olacaq x minus 4. Yəni fərqli-fərqli tapıb yaza bilərik şagirdlər. Bunun əhəmiyyəti yoxdur. Sadəcə mən sizə göstərmək istəyirəm ki, hər üçündə x qəbul eləmək olar. Heç bir problem yoxdur. Və onun bütün tillər uzunluqları cəmi 136'dır. Bunların üçün də cəmini yazıram. 3x minus 4 plus 2 olur. Minus 2 bərabərdir 136. 3x bərabərdir 136 üzərinə gəlsin 2 138. X da bərabərdir 138'i bölürəm 3'ə eləyir 46. Səhv eləmirəmsə belə eləyir 46. Və deyir ki, ölçülərini tapın. Onun bütün tillər uzunluqları cəmi. Biz bunu 4'ə bölmədik 136'nı. Vay vay vay, yenə də 4'ə bölmədik. 136'nı burada 4'ə bölmək lazım idi. Yenə də bölmədik. Aha, gəlin bunu bölək. Bax bu qaydaya görə. Bu qaydaya qaydan deyirəm və özüm əməl etmirəm. Bu qaydaya görə 4'ə bölməliyik. Aha, 136'nı bölürük 4'ə. 136'nı da 4'ə böləndə 3x minus 2 bərabərdir 34. 34. 3x bərabərdir 34'ün üstünə 2 gəlirəm 36. X bərabərdir 36'nı da 3'ə böləndə eləyir 12. Hə, biz x-i tapdıq 12. Bu əlifə oxşadı ki. X-i tapdıq 12. İndi bizdən istədiyi nədir? Ölçülərini tapın. Nə götürmüşdük? Birini götürmüşük. X götürmüş yerlə yazırıq 12. Birini yazmışıq x minus 4, yəni 12 minus 4 8 və birini də yazmışıq x plus 2, o da eləyir 12 üstə gəl 2 14 11 nömrəli sualımızın cavabı. Baxırıq 12-ci suala. Düzbucaqlı paralelipipedin eni var. En yəni A-dır. O da bərabərdir 5'ə. Uzunluğu var. Uzunluq B-dir. O da bərabərdir 12'ə. Və hündürlüyü var. H bərabərdir. C də götürə bilirik. 3'ə bərabərdir. Onun tam səthinin sahəsini tapın. Şagirdlər, tam səthinin sahə düsturu S bərabərdir. 2 vurulsun. AB üstə BC üstə AC. Yəni bu şəkildə sadəcə dedilər yerinə qoyub yazmaq lazımdır. Başqa heç bir şey.
Yaxşı. Nə edirik burada? 2-ni vururuq. A vurulsun B, 5 vurulsun 12 deməkdir. Üstə gəlsin B vurulsun C, 12 vurulsun 3 deməkdir. Və üstə gəlsin A vurulsun C, 5 vurulsun 3 deməkdir. O da bərabərdir. 2 vurulsun 5, 12'ye vururam 60. 12'ni 3'e vururam 36. 5'i 3'e vururam 15. Bərabərdir. 2 vurulsun 96. 96'nın da üzerine 15 gələndə 111. O da eləyir 222 santimetr. Bu da bizim 12. sualımızın cevabı. 13. sualımız. Yenə də eni, uzunluğu, hündürlüyün verib tam səthin sahəsi eyni bu düsturla yazırsınız. Eyni bax bu şəkildə qoyub birini hesablayırsınız. S bərabərdir 13'də. 2 vurulsun 4 vur 8 üstə, 4 vur 6 üstə, 8 vur 6. O da eləyir 2 vurulsun. Birbaşa cavabını yazaq. Burada 104 eləyir. 2'ni də 104'e vuranda 208. 13 nömrəli sualımızın cevabı. 14 nömrəli suala baxaq. Deyir n bərabər 2, uzunluq bərabərdir 5. Onun bütün tillər uzunluqları cəmi. Yəni n 2'dir, uzunluğu 5'dir, belə götürək. Bütün tillər uzunluqları cəmi 40'dır. Hündürlüyünü də x götürək, c götürək. Zaten bu c-yi də h da götürə bilirik. 5 üstə gəlsin, 2 üstə gəlsin, c vurulsun 4 bərabərdir 40'a. 7 üstə gəlsin, c bərabərdir 40'ı bölürəm 4'ə eləyir 3, 10. Daha doğrusu birbaşa cevaba gedirəm. C də bərabərdir. Ondan çıxıram. 7'ni eləyir 3. Buranı da tapdım 3. Bizə yan səthinin sahəsi deyirsə şagirdlər. Bir dənə şəklə baxın. Baxın bu rəylədiyim hissələrin 2, 3, bir də 4. Yan səthinin sahəsi budur. Onu da tapanda 3 vur 2. Üstə gəlinsin 5 vur 3. Bunlar da vururuq 2'yə. Yəni 21 vur 2. O da elədi 42 oldu. Cavabımız 42. Baxaq buradan 15-ci suala. Bizə deyir ki, düzbucaq parketin tam səthinin sahəsi S tam bərabərdir 136. Deməli 16-cı sualdayıq. İki üzünün sahələri cəmi. Bizim belə bir düsturumuz var. S1 üstə, S2 üstə, S3 vurulsun 2 bərabərdir 136. Yəni tam səthinin sahəsi. İki üzünün sahəsi biri 8'dir, biri 32'dir. 8 üstə gəlsin 32. Bir üzü də bilmirəm neçədir. Bərabərdir 136 bölü 2. 40 üstə gəlinsin S3 bərabərdir 136'nı 2'yə bölürəm 68. Və üçüncü üzünün sahəsi S3 bərabərdir 68 çıxılsın 40. O da eləyir 28. İndi şagirdlər, bu nə deməkdir? Bunun haqqında da mən sizdə təsəvvür yaratmaq istəyirəm. Bu bizim düzbucaqlı paralelipipedimiz olsun. Bir dənə diqqətlə baxın, mən sizə bunu çatdırmağa çalışacağam. Bunun hər üzündən biz bilirik ki, 2 dənə var. Məsələn, biri buradadır. Baxın, biri budur, biri budur. Biri öndəkidir, biri arxadakıdır. Biri aşağıdakıdır, biri yuxarıdakıdır. Yəni bu üz S1'dir. Bu üz S2'dir. Bu yuxarıda S3'dür. Hərəsindən 2 dənə olduğuna görə 2 vurulsun. S1 üstə, S2 üstə, S3'ü bərabər eləyiblər S tamam. Bizə də bunların hər biri verilmişdi, biri verilməmişdi. Ona görə də mən tam səthin sayısını 2'yə bölüb digərlərinin cəmini çıxdım. Və 17-ci sualımız. 17-ci sualımız da eyni tipdə suala oxşuyur. Düzbucağlının tam səthin sayısını verib 70, iki üzünün sahələri cəmi 3-cü üzü. Yəni yenə də S1 üstə, S2 üstə, S3 bərabərdir. S tam bölürük 2'yə. 18 üstə gəlsin 12, üstə gəlsin S3 bərabərdir. 70 bölünsün 2, 35. 30 üstə gəlsin S3 bərabərdir 35. S3 də bərabərdir 35 çıx 30. O da eləyir 5. 17-ci sualımızın cavabı oldu 5. 18-ci sualda deyir, düzbucağı paralelipipedin eni var, uzunluğu var, tam səthinin sahəsi var, hündürlüyünü tapın. Yenə də giririk hansı düstura? S bərabərdir 2 vurulsun AB üstə gəl BC, niyə yazmadı bu? BC üstə gəl AC. Baxın bu düsturdan gedəcəyik. Bizdə A var. A 2'dir, üstünə yazaq. B neçədir? B 5'dir. Hündürlüyü yoxdur da. C yoxdur. B 5'dir, C yoxdur. Yenə də A 2'dir, C yoxdur. 2'ni 5'e vururam. Nə eləyir? 10. Yazaq buradan. Bura oldu 10. 2 vurulsun. Mötərizə qaldı burada. 10. Üstə gəlsin. 5C üstə gəlsin. 2C bərabərdir. Neçə verib? 62 veribdir. Deməli 10 üstə gəlsin. 7C bərabərdir. 62 böl 2. O da elədi 31.
7C bərabərdir. 31-dən çıxıram, onu eləyir 21. C də bərabərdir. 21-i 7-yə bölürəm 3. Yəni hündürlüyümüz H və yaxud da C də deyilir. 3-ə bərabərdir. Növbəti sualımız neçənci sualdır? 19-cu sualdır. 19-cu sualda düzbucaqlı paralelipipedin hündürlüyü 3'dür. Bu dəfə bizə H-ı, yəni C-ni verib. C bərabərdir 3. Uzunluq, yəni B-dir. B bərabərdir 4. N yoxdur. Yəni bu dəfə A yoxdur. Eyni düsturu tətbiq edirik. 2 vurulsun, 3 vurulsun. Yəni AB, AC, BC düsturu. Bundan öncəki düstura baxsaq elə görəcəksiniz ki, eyni şey yazırıq. 3 vurulsun 4 üstə gəlsin, 3 vurulsun A üstə gəlsin, 4 vurulsun A. Bu da bərabərdir. Neçə verib? 164. İndi 12 üstə gəlinsin 7A bərabərdir 164 bölü 2. 12 üstə gəlsin 7A bərabərdir 82-yə. 7A bərabərdir 82-dən çıxıram 12-ni eləyir 70. A da bərabərdir 70-i bölürəm 7-yə eləyir 10. Yəni bizim 19-cu sualımızın cavabı oldu 10. 20-ci sualda deyir ki, paralelipipedin eni uzunluğundan yenə yazırıq. En uzunluğu bir də hündürlük. Eni uzunluğundan 2 cm, hündürlüğündən 5 cm azdır. En x'dir, uzunluğu x plus 2'dir, hündürlüğü x plus 5'dir. Paralelipipedin bütün tillər uzunluqları cəmi 64'dür. Yenə bunu toplayırıq, vururuq 4'ə, 4 vurulsun, 3x plus 7 bərabərdir 64. 3x plus 7 bərabərdir 64'ü 4'ə bölürəm 16. 3x bərabərdir 16'dan 7 çıxdıq 9, x də bərabərdir 9 3'ə böləndə 3 edir. Bizə tam səthinin sahəsini deyir. Aha, yəni A, B, C-ni tapmalıyıq. N'in uzunluğun hündürlüyü. N A'dır. Biz də N'in nə götürmüşdük? N'in götürmüşük x. Baxın x. Uzunluq, hündürlük. Aha, bunları yazaq buradan. Deməli, N'i oldu x-dır da elə 3. Uzunluğu oldu 3'ün üstünə 2 gəlirəm 5. Hündürlüyü də oldu 3'ün üstünə 5 gəlirəm 8. Aha. Keçək indi biz buna sahə düsturunu tətbiq eləyək. Tam səthinin sahəsi hər dəfə yazıram. Siz də həll eləyəndə hər dəfə yazın. 2 vurulsun AB üstə AC üstə BC. İndi gedirik biz bunu həll etməyə. 2 vurulsun 3 vur 5 üstə gəl 3 vur 8 üstə gəl 5 vur 8. İndi bunun cavabını tapaq. Burada da 79'u 2'ye vuranda 158, 158, 20 nömrəli sualımızın cevabı. 21 nömrəli sualda enini verib, hündürlüyünü verib, tam səthini verib, uzunluğunu istəyir. Yəni A'nı verib, hündürlüyü, C'ni verib, A verib 2, C verib 3, B yoxdur. B yoxdur. Burada da 2 vurulsun, bir də S tamı verib, S tam da bərabərdir 112. 2 vurulsun. Tam səthin sahəsi necə tapılır? AB, AC, BC bərabərdir 112. A-nı verib 2. 2 vurulsun. AB, 2 dənə B, üstə AC, 2 vurulsun 6, üstə BC, 3 dənə B. O da bərabərdir 112. 2B, 3B, 5B üstə gəl 6 bərabərdir 112-ni 2-yə bölürəm. 60, yox 56. 56. 5B bərabərdir 56'dan 6'nı çıxanda 50 eləyir. B bərabərdir nə eləyir? 10 eləyir. Bu da bizim 21-ci sualımızın cavabı. Biz də zaten B-ni axtarırdıq. Baxaq buradan 22-ci suala. 22-ci sualda deyir eni uzunluğunun 3'də 2 hissəsi. Deməli en uzunluq bir də hündürlük. Eni uzunluğunun 3'də 2 hissəsi. Uzunluq 3x-dırsa en olacaq 2x. Və hündürlüyünün 5'də 1 hissəsinə bərabərdir. Hansıya dedim 5'də 1 hissəsi 2x eləyər? 10x-in. Aha. Və bizə nə deyir 22-də? Bütün tillər uzunluqları cəmində verib. B, T, U, C bərabərdir 60'a. Toplayıram 2x üstə gəl, 3x üstə gəl, 10x-ı. Vururam 4'ə bərabər olur 60'a. 15x bərabərdir 60 böl 4, 15. X da bərabərdir 15 böl 15 eləyir 1. X-i tapdıq 1. Bizə deyir ki, yan səthinin sahəsini tapın. Gəlin şəklini çəkək. Bu şəkildə mən şəklini çəkdim və düsturunu da yazdım sizin üçün. İndi bizə lazımdır hündürlüyü. Hündürlüyü 10x-dir. Onu 1'ə vuranda ilə 10 eləyir. Yəni C 10'dur. Bəs eni nə qədərdir? 2, 2'ni 1'ə 2, bu da 3'ü 1'ə 3. Yəni bu ilə 2 eləyir, bu da ilə 3 eləyir. Onda yazıram ki, S yan bərabərdir 2 vurulsun BC, yəni 3 vur 10, bu da 10'dur. 30
Üstə gəlsin 2 deməli 2 vurulsun 10. Bu da 20. 30 ilə 20-ni toplayıram. 52-yə vururam 100. Cavabımız olur burada 22-də 100 santimetr kvadrat. Baxırıq burada maraqlı suallardan birinə. 23 nömrəli sualdır. Deyir 2 eyni həcmli, yəni 23 yazaq bura. Həcmləri eynidir. Şagirdlər, həcmləri o demək eyni olmaq o deməkdir ki, hər ikisi eyni çəkidə yük tutur. Biri kub şəklindədir, yəni bütün tilləri bir-birinə bərabərdir. Biri də düzbucaqlı paralelipiped şəklindədir. Yəni tutaq ki, bu şəkildə. Konteynerdə nədir? Dəmir qutulardır ki, onlarda yük daşıyırlar. Yəni belə təsəvvür edə bilərsiniz bu şəkildə. İndi gedək baxaq görək nə edirik. Deməli, birinci deyir ki, V1 də V2-yə bərabərdir. Bərabərdir V2-yə. Həcmlər bir-birinə bərabərdir. Tam səthinin sahəsi, kub şəkillinin tam səthinin sahəsi. Burada bu mövzuda kub keçilməyib, bəlkə ola bilər ki, çətin gəlsin sizə. Amma kubun tam səthinin sahəsi S tam bərabərdir 6A-nın kvadratı. Bu da 96-ya bərabərdir. Onda A-nın kvadratı bərabərdir 96 bölü 6. 96-nı 6-ya bölürəm 16. A da bərabərdir 4-ə. Niyə mən bu A-nı axtardım, 4-ü tapdım? Çünki mən bunun həcmini tapmalıyam. O zaman V1 bərabərdir 4 vur 4 vur 4, 64. Və V2 də 64-ə bərabərdir şagirdlər. İndi gəlin V2-ni bizə deyir ki, paralelipipedin bütün tilləri, uzunluqları cəmini tapın. Yəni baxın bunun A-sını, daha doğrusu burada C olsun. C-sini, A-sını, B-sini istəyir bizdən. Bax bunu istəyir bizdən. Gəlin tapaq. Həcmi də 64-dür. Biz bilirik ki, bunun həcmi nəyə bərabərdir? A vurulsun, B vurulsun, C-yə bərabərdir. Bu həcm düsturudur. Baxın, bu həcm düsturundan gedirik. İndi deyilənləri yazaq. En, uzunluq, bir də hündürlük. Deyir ki, prizma düzbucaqlıdır da, elə paralelipipeddir. Uzunluğunun 2də birinə, eni uzunluğunun 2də birinə, uzunluq 2x-dır, eni x-dır. Hündürlüyünün 4də birinə, onda hündürlük 4x-dır, bərabərdir. İndi yazıram. X vurulsun, 2x vurulsun, 4x bərabərdir 64-də. 2-ni 4-ə vururam, 8. 3 dənə x-i özü-özünə vuranda x-in kubu edir uşaqlar. 8x-in kubu 64-də bərabərdir. X-in kubu da bərabərdir 64-ü bölürəm. 8 edir 8. Onda buradan x 2-yə bərabər oldu. Bizdən enin uzunluğunun hündürlüyünü istəyirsə hər birini ayrı-ayrılıqda və yaxud da bütün tillərin uzunluqları cəmini istəyirsə bunları tapmalıyıq. Bu eləyir. X-i tapdıq neçə? X-i tapdıq 2. Eni oldu 2, uzunluğu 2 vur ki 4, hündürlüyü 4 vur ki 8. Bütün tilləri, uzunluqları cəmi, bıtı, ucu bərabərdir 4 vurulsun. Biz bu ədədləri toplayıb 4-ə vurmalıyıq. O da eləyir 14, 14-də 4-ə vurmalıyıq. 2 üstə gəl 4, üstə gəl 8. 14-ü də 4-ə vuranda 56, 23 nömrəli tapşırığın cavabı. 24 nömrəli tapşırığa baxırıq. Prizma, düzbucaqlı prizma ilə paralelipipeddir. En, uzunluq, bir də hündürlük. Deyir, enini 2 dəfə, uzunluğunu 3 dəfə, hündürlüyünü 4 dəfə artırsaq həcmi necə dəyişər? A, B, C-dir. V bərabərdir, əslində A, B, C-dir. İkinci V-yə baxırıq. Enini 2 dəfə artırıram. 2A, uzunluğunu 3 dəfə artırıram. 3B, hündürlüyünü 4 dəfə artırıram. 4C. 2-ni 3-ə vururam. 6, 6-nı da 4-ə vururam. Necə olur cavab? 24 ABC, yəni 24 dəfə artır. Parça düzbucaqlı və kub hər biri neçə ölçülüdür? Parça 1 ölçülüdür, bir dənə uzunluğu var. Düzbucaqlı həm uzunluğu, həm eni var 2 ölçülüdür. Kub uzunluğu, eni və hündürlüyü var 3 ölçülüdür. 26-cı sualda bizə deyir ki, paralelipipedin üzləri verilib, yəni S1-i, S2-ni, S3-ü verib, bizə tam səthinin sahəsini istəyir. S1-i verib 60, yazaq S tam, bərabərdir 2 vurulsun 60, üstə gəl 70, üstə gəl 80. O da bərabərdir 2-ni vururuq 210-a, yəni 420, bu çox asan oldu. Baxaq 27-ci suala. 27-ci sual çevirmədir. Hər birini 1 santimetr kuba çevir. Yəni bunları hər birini santimetr kuba çevirib toplayırıq. Ortadakı işimiz yoxdur. 1 metr kub 1000 deməli 1 metr 100 santimetrdir. 100'ü 3 dəfə öz-özünə vuranda milyon santimetr kub edir. Milyon santimetr kub edir. Onun üçün də nə edirəm? 2,5'i milyona vururam. 2,5'i milyona vuranda yanında 5 dənə sıfır olur. Sıfırın biri vergülü aparır. Sonra bu santimetr kub oldu. Sonra 32,8 qalır yerində. 32 tam. Bunu siləyək buradan santimetr kubu. 32 tam. Onda 8 qalır yerində. Burası sıfırdır. 124 milimetr kubu da santimetr kubuna çevirəndə 1 milimetr, 1 santimetr 10 milimetrdir. 1 santimetr kubu da 1000. Bunda 1000'e böləndə 0 tam
1000-də 124 edir və bunu toplamağa çalışırıq. 4, 2, 9 və burada 32, 0, 0, 0, 25 belə bir çirkin cavab alınır. 28-də hədiyyə qutusunun uzunluğu, eni, hündürlüyü var. Bu qutunu bükməyə ən azı nə qədər bütöv kağız lazımdır? Əslində bizdən 28-də S tamı istəyir uşaqlar. Yəni tam səthinin sahəsi. Gəlin baxaq bunun tam səthinin sahəsinə. Deməli, eni var, uzunluğu var, hündürlüyü var. O zaman S tam bərabərdir. 2 vurulsun 10 vur 8 üstə, 10 vur 5 üstə, 8 vur 5. O da bərabərdir. 2 vurulsun 80 üstə 50 üstə 40. Bunu da toplasaq 2 vurulsun 120 170. 2-ni 170'ə vuranda 340 santimetr kvadrat kağız lazımdır ki biz bu hədiyyə qutusunu tam bükək. 29 konstruksiya paralelipiped şəklindədir. Gəlin çək. Aha, bu bizim konstruksiyamız. Eni 35, bura 35'dir. Uzunluğu 22, bura 22'dir. Hündürlüyü 13. Konstruksiya neçə kvadrat metr torpaq sahədə quraşdırılıb? Deməli, şagirdlər, bizə bu hissə lazımdır. Hansı hissə ki, onun torpağın üstündə oturduğu hissə. Əslində, belə baxanda oturacağının sahəsini tapırıq. Yəni, bu 13'ün bizim üçün heç bir əhəmiyyəti yoxdur. Ona görə də 22'ni vururuq 35'ə. O da eləyir 770 nədir? Metr kvadrat. Bu da oldu 770 metr kvadrat. Sonra baxırıq 30-cu suala. Yenə də bizdən şəkil istəyir. Gəlin şəkil çəkək, təsəvvür yaradaq. Bu akvaryumdur uşaqlar. Və bizə deyir ki, akvaryumun uzunluğu 60, eni 15, hündürlüyü 30'dur. Akvaryumun hazırlamasına neçə kvadrat metr şüşə istifadə olunub? Akvaryumun üstü açıqdır. Yəni bunu görürsünüz bu rəylədiyimizi. Tam səthinin sahəsini tapıb, bu rəylədiyimizi buradan çıxırıq. Yəni qapağını çıxıb tullayırıq. S tam bərabərdir. 2 vurulsun 60 vur 15, üstə gəl 60 vur 30, üstə gəl 15 vur 30. Bu tam səthidir. Gəlin bu tam səthini tapaq. 2 vurulsun 75, üstə gəl 1800, üstə gəl 15'də 30'a vuranda 450. Deməli 60'ı 15'ə vuranda, burada yanlış yazmışam mən. Deməli 60'ı 15'ə vuranda eləyir nə? 900 üstə gəlsin. 60'ı 30'a vuranda 18.800 üstə gəlsin. 15'də 30'a vuranda 450. 2 vurulsun. İndi nə edirik? İndi 900, 1800 bunları toplasaq eləyəcək neçə? 1000, 2700 eləyəcək. 2700. 2700'ün də üzərinə 450 gəlirik. Bunu da üzərinə gəlsək 450 eləyəcək 3150, 3150. İndi biz 3150'ni 2'yə vursaq, cavab 6300 olacaq. Axı bizim cavabımız 6300 deyil. Niyə? Çünki bizə bunun qapağı lazım deyil. 60'ı 15'ə vuranda nə eləmişdi? 900 eləmişdi. Ona görə də 6300'dən də bunun qapağının sahəsini çıxırıq. 900'ü çıxırıq. Yerdə qalır 5400.